Herkese selamlar dostlar. Ben İsmail Örge ve kanalıma videoma hoş gelmişsiniz. Bugün sizlerle beraber Good Pizza, Great Pizza oynayarak özüm hakkında məlumatlar vereceğim. Eğer bu seri sevilərsə, sizlərin məsələn üçün sizlər haqqında da məlumat verə bilərəm. Sizin hər hansı bir gülməli anınızı və yaxud da ki, ən paranormal, yəni qorxulu anınızı da hekayə olaraq bölüm-bölüm seri şəklində çəkmək istəyirəm. İlk bölümümüz nədir? Özüm haqqında məlumat vermək. Videonun girişinde de gördüğünüz gibi adım Rüqeyyadır, soyadım İsmailovadır ve 17 yaşım var. Məktəbi bitirmişəm, məzunam. İndi sizin verəcəyiniz suallara keçək. Deməli yazmışsınız ki, mən sənin takipçinəm, niyə mənim hesabımı paylaşmırsan? Çox üzr istəyirəm ümumiyyətlə hesabını paylaşmadığım takipçilərimdən. Mən də sizləri çox sevirəm. Əlimdən gəldiyi qədər də kanalınızı öz topluluq səhifəmdə paylaşacağam. Bundan heç narahat olmayın. Digər suala keçək. Deməli, sual verib ki, ən sevdiyin yemək nədir və ən sevdiyin takipçinin biri kimdir? Mən deməli ən sevdiyim yemək aşdır. Ət yeməklərindən ən sevdiyim yarpaq dolması da vazgeçilməzimdir. İkinci sualına keçdim. Deyir, ən sevdiyin takipçilərin biri kimdir? Mən ümumiyyətlə bütün takipçilərimi sevirəm. Heç birini bir-birindən ayırt edə bilmərəm. Yəni burada ad çəksəm pis olaram ki, yəni o birisilərin adlarını çəkmədim. Onlar da pis olacaq. Mən ümumiyyətlə bütün takipçilərimi sevirəm. Heç birini də ayırt eləmirəm ki, bunun içərisində sən də varsan. Deməli, bu sual baya uzun sualdır. Suallar verib bir takipçim. Hər birinə cavab verməyə çalışacağım. Yəni bunu ərinməyib, yəni yazdığı üçün də, yəni üşənməyib bunların hamısını yazdığı üçün də ona çox minnətdaram. Öz içindən keçənləri yazıb. Deməli, YouTube kanalını açma məqsədi nə idi? Ümumiyyətlə məqsədim əslində yox idi uşaqlar. Yəni elə belə açmışdım. Yəni sadəcə sıxılırdım, edit düzəltməyi sevən bir insanam. Dedim ki, yəni elə belə düzəltdim, atdım, gördüm, yəni YouTube'da izləndim və davam elədim. Yəni YouTube'da heç bir məqsədim yoxdur. Yəni belə deyim də, məqsəd edit düzəltmək üçün atdım yəni. Neçə yaşım var? 17 yaşım var. Ən sevdiyim maşın Galinwageni çox sevirəm. Amma belə baxanda Mercedes'i də çox sevirəm. Deməli, Ofşun hansı videosuna baxmağa başladın? Ofşun arabadan son çıxan kazanır videosundan baxmağa başlamışdım. Ofşu görmüsən? Xeyr, görməmişəm, amma görməyi çox istəyərəm. Dünyada bir şansın olsaydı nə edərdin? Çox qəşəng bir sualdır. Çox mənalı, anlamlı sualdan biridir. Təzədən, yəni yenidən birinci sinifə qayıtmaq istəyərdim. Deməli, YouTube'da ən birinci kimlə tanış olmusan? Heç kəslə tanış olmamışam, amma tanış olmaq çox istəyərəm. Heç məktəbdə koridorlarda insanların içərisində yıxılmısan? Çox yıxılmışam. Koridorda yıxılmamışam, mən həyətdə yıxılmışam. Çox necə deyərlər, uşaq idim onda, çox da utanmamışdım, amma ağlamışdım yəni. Kalqotqam falan belə cırılmışdı, çox pis vəziyyətdə idim yəni. Yəni belə bir anım olmuşdu. Yay tətilində nə etməyi düşünürsən? Çoxlu canlılar açmağı düşünürəm, sizlərlə çox yaxın olmağı düşünürəm. Planım yəni bu üzrədir. Sonra yazıb ki, 10 ildən sonra kanalında neçə abunəçi gözləyirsən? İnşallah 10 il boyunca YouTube kanalımı, yəni bu kanalımı davam elətdirərəm ki, inşallah amin. Genelde mən çox uzun bir süre YouTube'da olmuram. Amma inşallah bu kanalımı 10 il boyunca sürdürərəm. Neçə abunəçi gözləyirsən deyə düşünsən, artıq 10 il keçibsə, böyük ehtimalla 1 milyonu keçmiş olaram yəqin ki, deyə düşünürəm. Deməli, bunun başqa bir takipçim yazıb, yeni evi özün 3 mərtəbəli istədin və neçə mini gəldi. Təəssüflər olsun ki, mən Ofelia deyiləm, amma Ofelia'nın öz səhifəsinə yaza bilərsən. Amma mənim də editlərim var, yəni Ofelia'ya görə. Ofelia fan hesabıdır, yəni Ofelia editlərini bu kanalda görə bilərsən. Başqa bir qız da yazıb ki, tanışdığın bir insanda ilk nəyə diqqət edirsən? Çox qəşəng sualdır, çox bəyəndim bu sualda. Gözlərinə diqqət yetirirəm, mənalı sualdır, bəyəndim. Bəs sizlər tanışdığınız ilk insanda nəyə diqqət yetirirsiniz? Yorumlara yazarsınız. Özündən başqa ən sevdiyin YouTuber kimdir? Ümumiyyətlə, mən belə deyim də, özümdən başqa YouTuber deyəndə fan hesabları içərisində deyirsə, yəni Ofelia fan hesabları içərisində ümumiyyətlə bütün Ofelia'nı editləyən kanalların hamısını izləməyə çalışıram əlimdən gəldiyi qədər. Çünki yəni onların editlərinə baxmaq mənim nəsə xoşuma gəlir. Yəni baxıram onların editlərinə, nə bilim onun editlərindəki məsələn səhvləri görürəm və yaxud da onun editlərindəki qəşəngliyi görürəm. Yəni bəzən görürəm ki, hə burada bu hissəni çox qəşəngdir. Mən də öz məsələn kanalımda bunu edə bilərəm
deyə düşünürəm. Amma mən heç kəsdən çalmıram. Bunu çalma olaraq algılamıram. Sadəcə olaraq onda gördüyüm şeyləri öz kanalıma da eləməyə çalışıram. Amma yəni ümumiyyətlə çox bütün səhifələrə baxıram. Bir hesab desək, ümumiyyətlə məsələn Bənövşə var idi, Bənövşə İsayeva idi, səhv eləmirəmsə, onun hesabı var. Onunla yəni ümumiyyətlə çox yaxınam deyə düşünürəm. Yəni sevirəm onun hesabını. Bundan başqa olaraq başqa bir qız yazılıb. YouTube-da ən sevdiyin dostum. Ümumiyyətlə belə deyim də, bütün takipçilərim mənim dostumdur. Yəni sizlərə arkadaşlar deyirəmsə, siz deməli mənim dostumsunuz, ən yaxınımsınız. Amma ən yaxın olduğum birisi varsa, o da Aytaçdır. Çünki Aytaçla dəhşət çox yaxınam. Çünki o mənim moderatörüm olduğu üçün xüsusilə onunla çox yaxınam yəni. Və onu da çox sevirəm. Bütün işlərimi yəni həll edir də. Yəni yorumlara baxır, bütün pis yorumları silir. Ona görə onu çox sevirəm. Və dostum olaraq da yəni hamınız mənim dostumsunuz. Yəni Aytaçı xüsusilə adını çəkdimsə, yəni Aytaçı önəmsədiyim və yaxud da onu sizdən daha çox sevdiyim üçün deyil. Sadəcə eləcə adını dedim. Amma siz mənim bütün takipçilərim mənim dostumdur. Gözəl bacı ilə küsmüsünüz. Mən Ofeliya deyiləm. Məncə küsüblər bu arada Gözəllə. Amma yəni Ofeliya deyiləm də. Ofeliyanın fan hesabıdır. Başqa. Zeydin 40 gününü niyə keçirtmədiniz? Ay uşaqlar, mən Ofeliya deyiləm. Çox belə yorumlar gəlir, görürəm. Ofeliyanın fan hesabıdır. Məncə 40 gününü keçirdəcəklər. Amma Əsnadın yaşı ilə bərabər keçirəcək. Yəni Əsnadın yaşından Zeydin 40 günlüyünü bir-iki olacaq deyə düşünürəm. Və ən sevdiyin rəng çox qəşəng sualdır. Çox sevirəm belə suallar gələndə. Ən sevdiyim rəng mor rəngdir. Deməli, Ofeliya ailəsinə baxmadan qabaq hansı youtuberlərə baxırdın? Ən azı 2 dənə deyə bilərsən. Təbii ki də deyə bilərəm, hətta çox da deyərəm. Deməli, Ofeliya ailəsinə başlamamışdan qabaq mən baxdığım youtuberlər Dilak Kənd idi, Enes Batur idi, Ruhi Çənət idi, Alper Rəndi idi. Yəni mən bu kanalları çox sevirdim. Hətta Mr. Beast'in belə kanalına baxıram. Çox qəşəng, yəni challenge'lar falan atır və bayılıram da. Yəni bunları hələ də izləyirəm bu arada. Çox qəşəngdir. Enes Batur YouTube'u buraxdı, başladı. Dilak Kəndin YouTube səhifəsi bağlandı. Yəni amma bunları baxırdım, takip eləyirdim. Belə deyim, Ofeliya baxmamışdan əvvəl yox, amma takip elədiyim Azərbaycan youtuberlərin adını çəksəm, Ayka var, Gözəl Tacir ailəsi, Gözəl Saadət ailəsi. Gözəl deyildi, o Saadət Tacir ailəsidir, sorry. Yəni baxdığım belə kanallar var. Nurayın da səhifəsinə baxırdım bir ara, onu da atdım, baxmadım. Vloglar çəkir qız, soyadını da bilmirəm heç qızın. Hər nəysə. Deməli, bunu da başqa bir takipçim yazıb, qəşəng bir sualdır. Çox bəyəndim bunu da sualın. Ofeliya fanı olmasaydın hansı youtuberin fanı olardın? Mən Nuray Əlzadənin. Bayaq dedimin Nuray Əlzadəymiş soyadı. Bu qız da qəşəng qızdır. Yəni mən də onun fanı ola bilərdimmi deyə sual verirəm. Yox, olmazdım onun fanı. Amma yəni türk youtuberlərin fanı olmaq istəyərdim. Yəni belə bir hesab açmaq istəyərdim yəni. Amma heç bu sualı özümə verməmişəm də, yəni Ofeliya Livan olmasaydı hansı fan hesab açardım deyə özümə sual verməmişəm heç. Hər nəysə. Çünki mən rastgele bir kanal açdım, yəni uşaqlar, yəni dediyim kimi edit eləməyi sevdiyim üçün bir kanal açdım. Genelde yəni rastgele səhifələr açdığım üçün, yəni kanallar açdığım üçün, yəni bu sualda heç özümə verməmişəm. Yəni o anki ruh halimə görə yəni kanal açıram mən. Yəni bu hər hansısa bir səhifə ola bilər. Yəni o an Gamze Kartalın videosuna baxaram, xoşuma gələr, kanalını açaram. Yəni beləsinəndir, yəni məndə. Başqa bir kanalda qəşəng suallar verib, bu sualların çox bəyəndim, 3 dənə sual yazıb. Hansı kinoya baxırsan? Deməli, bu aralar vaz keçilməz film olan Froma baxıram. Sizə baxmağı tövsiyə eləmirəm, çünki baya qan, vəhşət, yəni çox qorxulu bir filmdir. Onun üçün sizə çox da önərmirəm bu filmi. Amma belə sizin üçün önərə biləcəyim film listəsi də eləyə bilərəm. Ən sevdiyim mahnının adı nədir? Səni düşündüm. Yəni türk mahnısıdır. Çox bəyənirəm bu mahnını. Yəni Ofeliya Gil mahnı çıxarsa böyük ehtimal Ofeliya Gil mahnısı olacaq. Vaz keçilməz mahnım, amma böyük ehtimal hələ ki sən düşündümdür. Hansı fəsilləri və hansı fəsli sevirsən? Yəni hansı fəsli sevmirsən, bir də sevirsən yazıb. Deməli, sevdiyim fəsil yay fəslidir. Yay fəslini çox sevirəm. Yaz, yay ümumiyyətlə bu ikisini vaz keçilməzdir. Çox yaxşı
fəsillərdir. Hansı fəsli sevmirəm? Qış fəslini heç sevmirəm. Çox soyuq olur, məktəb vaxtı olur. Yəni çox biraz çətin hava olduğu üçün sevmirəm qış fəslini. Payız fəslini orta. Həm sevirəm, həm sevmirəm. Çünki yağışlı havaları sevdiyim üçün payız fəslini çox sevirəm. Bir də yazıb bu qədər. Sən də yazdığın üçün çox təşəkkür edirəm, minnətdaram. Sualların çox qəşəng idi. Özəlliklə hansı kinoya baxırsan sualını çox bəyəndim. Deməli yazıb ofuş maşında 24 saat qala bilərsiniz. Yəni mən Ofeliya deyiləm, Ofeliyanın fan hesabıdır, amma Ofeliya ilə yaza bilərəm. Yəni sənin üçün yaza bilərəm ki, yəni 24 saat arabada qala bilərsiniz. Yəni mən də istəyirəm, yəni qalsınam ki, məncə çəkəcəklər bu arada. Harada yaşayırsan, adın nədir, yaşın neçədir? Harada yaşayıram? Azərbaycan İmişli şəhərində yaşayıram. Adım Rüqəyyadır, yaşım 17 yaşım var. Başqa bir səhifə uzun, bayağı bir uzun suallar verib. Böyüyəndə nə olacaqsan sual verib ilk öncə. Böyüyəndə heç özüm də bilmirəm, yəni nə olacağam. Yəni tibb kollecinə gedirəm. Kollec demək, tibb kursuna gedirəm. Kompüter öyrənirəm. Əgər ki balımla hər hansısa bir yerə qəbul olsam, onu da sizə açıqlayacağam təbii ki. Heç belə takipçilər olacağını gözləyirdim. Çox da gözləmirdim, yəni bu qədər olacağını, amma sizləri çox sevirəm və dəstəyin üçün hər birinizə minnətdarlığımı bildirmişəm hər zaman. Bunu gözləmədiyim üçün də hər birinizin səhifəsinə, yəni əlimdən gəldiyi qədər dəstək oluram ki, siz mənə dəstək oldunuz, mən də sizlərə dəstək olacağam hər zaman olduğu kimi. Əvvəl kəşfiyyata düşmüsən. Əvvəldən kəşfiyyata düşmüsən, yəni birinci videomdan. Bəli, birinci videomdan kəşfiyyata düşmüşəm. Neçə yaşım var? 17 yaşım var. Heç sevgilin olub? Xeyr, heç sevgilim olmayıb və sevgiyə də, aşqa da inanmıram. Dərslərində necəsən? Uşaqlar, mən dərslərimdə belə deyim də 5 alırdım ümumiyyətlə. 11-ci sinif olduğum üçün çox da belə, yəni dərslərlə bağlı bizi çox sıxışdırmırdılar. Yəni dərs oxu demirdilər. İmtahana hazırlaşırdım. Amma attestatıma belə baxsanız 4-5, yəni heç 3-üm yox idi ümumiyyətlə. Zərbəçi olmuşam, belə deyim. Gələcəkdə kanalında fərqli formatda videolar, məsələn, vlog və ya oyun olacaq. Bəli, təbii ki də olacaq. Hələ ki bunu qərarlaşdırma və ya qərar vermək məndə üçün çətindir. Deyirəm, yəni konsepti birdən sevməzlər. Hələ ki belə bir oyun tarzlı, belə bir konseptdə video yükləyirəm. Yəni görüm necə bir təsir alacağam, bəyəniləcəm, bəyənilməyəcəmmi? Bunu hələ ki yoxlayıram. Vlog tarzında da düşünürəm bu arada. YouTube'da ən böyük hədəfin nədir? Məsələn, 50k və ya 100k abunəçi. Hədəfim hər zaman kimi 100k abunəçidir. Çünki plaket almaq istəyirəm bu kanaldan və əsla kanalımın adını da dəyişəcəyimi düşünmürəm. Çünki yəni ilk nə ilə başlamışamsa, onunla da davam etdirməyi düşünürəm. Səni izləyən və dəstəkləyən insanlara nə demək istəyirsən? Hər birinizi çox minnətdaram. Mən hər zaman yanımda olduğunuz üçün və dəstəklədiyiniz üçün sizə çox minnətdarlığımı bildirmək istəyirəm və bundan başqa olaraq da əlimdən gəldiyi qədər də kimin səhifəsi varsa, kanalı varsa, mən də sizə dəstək olacağımı demək istəyirəm. Deməli, bu editi hazırlamaq üçün nə qədər vaxt sərf edirsən? Çox qəşəng sualdır, çox bəyəndim bu sualı. Hardasa hər editi uşaqlar mən 1 saatdan çox əlləşirəm. Hələ adi editlər deyirəm, amma məsələn bəzi editlər olur ki, 2 gün boyunca əlləşdiyim editlər olur. Məsələn, uzun videolara baya çox vaxt sərf edirəm. Bəzilərini 2 günə, bəzilərini 3 günə, hətta elələr olub ki, 1 həftəyə belə hazırladığım videolarım olub. Deməli uşaqlar, videonun sonuna gəldik. İstəyərdim bütün hamınızın verdiyi sualların hamısına cavab verim, amma verə bilməmişik, videonun sonuna gəlin. İnşallah part 2-də çəkəcəm. Bu oyunu sevdinizsə yorumlara yazarsınız və yaxud da ki bu oyunu sevmədinizsə hansı oyunla belə səsləndirmələr gəlsin, yorumlara yazmağı və kanalımıza abunə olub like atmağı unutmayın. Hər birinizi çox sevirəm. Mən dəstək olan hər kəsə minnətdarlığımı bildirirəm. Bye bye, sağ olun. Gələcək videoda görüşənədək.